yüksək dozada verilən vitamin C, bayaq o dozalar ona görə göstərdim. Yəni prooksidan dozada verilən vitamin C və qanda yaranan 1 millimol konsentrasiyada olan vitamin C zamanı hidrogen peroksid əmələ gətirir ki, bu hidrogen peroksid xərçəng hüceyrələri üçün toksikidir. Sağlam hüceyrələr üçün isə normaldır. Çünki sağlam hüceyrələrdə katalaza fermenti var, o hidrogen peroksidi həmən parçalayır. Rak hüceyrələrində katalaza fermenti sintez oluna bilmir. Ona görə əksinə hidrogen peroksid xərçəng hüceyrələrini məhv edə bilir. Yəni bu haqda geniş tədqiqatlar var. Deməli, həftədə 3 dəfə 1,5 qram kiloqram miqdarında istifadə olunması məsləhət görülür, təhlükəsiz olduğu göstərilir. Tədqiqatlar var, göstərir ki, antioksidant kimi ilk xətt kimyoterapiyaya əlavə olduqda onun təsirini artıra, təhlükəsizliyini azalda bilir. Şiş markerlərini azalda bilir. Ən çox tədqiqatı var, prostat vəznin şişində markerləri azaldır. İltihab əleyhinə stokinlərin miqdarını azaldır, CRP-nin miqdarını azaldır. Millimolyar konsentrasiyalarda, yəni olduqda, yüksək dozalarda olduqda, bir də 1-10 millimolyar konsentrasiyalarda olduqda qanda angiogenik inhibisiya olur. Yəni, bir tərəfdən hidrogen peroksid əmələ gətirməklə sitotoksik təsir göstərir, iltihabı aradan qaldırmaqla təsir göstərir. Digər tərəfdən isə yəni şiş hüceyrəsinin toxumasının qan dövranını pozur, toxumasına qidalanmasını pozur. Patoloji angiogenizi aradan qaldırmaqla, onun qidalanmasının da qarşısını almaqla xərçəngin böyüməsinin, artmasının, invazivliyini, metastazının ləngitməyə kömək edə bilir.